Bugün feilin qrammatik məna növləri haqqında bir neçə izaha nəzər salaq. Belə ki, feilin qrammatik məna növlərinə keçməzdən əvvəl təsirli feil nədir, təsirsiz feil nədir, onun izahına nəzər salaq. Təsirli feil o deməkdir ki, yəni özündən asılı olan sözün ismin təsirli halda işlənməsini tələb edir. Məsələn, mən deyirəm ki, kitabı oxudum. Avtomatik sual verirəm. Nəyi? Kitabı. Sən buna sual verdin və bu zaman həmin feil sözü təsirli halda tələb etdi. Məsələn, deyirəm ki, uşağı gördüm. Tutaq ki, deyirəm, uşağı gördüm. Nə etdim? Gördüm. Kimi? Uşağı. Uşağa burada nədir? I şəkilçisi təsirli hal şəkilçisidir. Yəni bu feillər, təsirli feillər adından da göründüyü kimi özü ilə əlaqədə olan sözü ismin təsirli halında tələb edir. Bu təsirli halın əsas xüsusiyyətidir. Təsirsiz hal nədir bəs? Təsirsiz feillər o deməkdir ki, bu özündən asılı olan sözü təsirli hal şəkilçili söz tələb eləmir özünün yanında. O özündən asılı olan sözü ismin təsirli halında yox, başqa hallarda tələb eləyir. Məsələn, deyirəm ki, tutaq ki, mənzərəyə baxıram. Mənzərəyə baxıram. Nə edirəm? Baxıram. Haraya? Mənzərəyə. Deməli, baxın, bu mənzərəyə sözü AE yönlü hal şəkilçisidir. Sual verirəm. İşlədilən hər feilə ilk öncə sual vermək lazım. Baxıram. Haraya? Mənzərəyə. Və yaxud da baxıram. Nəyə? Televizora. Və yaxud da deyirəm ki, gəlirsən. Gəlirsən. Tutaq sual verim. Gəlirsən. Sual çıxır. Hara? Haraya? Deməli, ismin təsirli halını əgər qəbul eləmirsə, ismin təsirli halda olan sözü özündən asılı olaraq qəbul eləmirsə, bu feillər təsirsiz feillər adlanır. Bunu qeyd eləməyimdə məqsəd nədən ibarətdir? Belə ki, feilin qrammatik məna növlərini öyrənəndə təkcə şəkilçinin, məzmunun vəhdətinə yox, eyni zamanda feilin təsirli və təsirsiz olmasını da nəzərdə saxlayanda çox asanlıqla tapa bilirik. İndi gəlin, baxaq məlum növə. Deməli, biz bunu bildik ki, təsirli feil nədir, təsirsiz feil nədir? Bunları biz başa düşdük. İndi baxırıq nəyə? Birinci gələk, baxaq məlum növə. Deməli, məlum növ adından da göründüyü kimi, burada iş görən, yəni məlumdur. Belə ki, yəni görülən iş haqqında biz məlumatımızı elə cümləyə baxan kimi alırıq. Yəni, baxırıq ki, məsələn, deyir ki, uşağı çağır. Kim çağırsın? Çağırır, o çağırır. Tutaq, deyirəm, məktubu yazdım. Məsələn, deyirəm ki, məktubu yazdım. Yazan kimdir? Şəkilçiyə uyğun olaraq tapırıq ki, mən birinci şəxsin təki. Deməli, bu məlum növdədir. Məlum növün heç bir qrammatik şəkilçisi yoxdur. Yəni, biz bu növün qrammatik şəkilçisi olmadığına görə çox asanlıqla tapa bilərik. Bu növdə olan feillər qrammatik quruluşuna görə sadə, düzəltmə və mürəkkəb ola bilirlər. İndi belə baxaq. Gəlin, buna da nəzər salaq. Deməli, baxın, məlum növdən başqa qalan bütün qrammatik məna növlərində olan sözlər düzəltmə, mürəkkəb olurlar. Ancaq məlum növ sadə ola bilər. Nəyə görə? Çünki feilin digər qrammatik məna növlərinin şəkilçiləri leksik şəkilçilərdir. Bunlar düzəltmə söz yaradır. Amma məlum növün özünün heç bir qrammatik şəkilçisi olmadığına görə hər hansı bir sadə feilə biz şəkilçi artırmadığımıza görə sadə ola bilir məlum növdə olan feillər. Amma bu o demək deyil ki, məlum növdə olan feillər düzəltmə ola bilməz. Xeyr, bu səhv fikir olar. Yəni, feilin məchul növündə olan, məlum növündə olan hər hansı bir feil düzəltmə də ola bilər. Amma bu, həmin düzəltmə artırılan şəkilçi məlum növün şəkilçisi olmur. Hər hansı başqa bir şəkilçi ola bilər. Məsələn, isimdən feil düzəldən şəkilçi ola bilər, feildən feil düzəldən şəkilçi ola bilər. Məsələn, belə bir